Ailədə baş verən ölüm hadisəsi həm mənəvi, həm də maddi baxımdan ciddi çətinliklər yarada bilər. Xüsusilə də ailənin əsas gəlir mənbəyi olan şəxsin vəfatı, geridə qalan ailə üzvləri üçün gündəlik xərclərin qarşılanmasında çətinliklər doğura bilər. Bu səbəbdən bir çox insanın ağlında eyni sual yaranır. Rəhmətə gedən şəxsin aldığı pensiya ya da pensiya hüququ digər ailə üzvünə, xüsusən də həyat yoldaşına keçə bilərmi? Məsələ ilə bağlı iqtisadçı Akif Nəsirli News 24 açıqlamasında mövcud qanunvericiliyin bu istiqamətdə hansı hüquqları tanıdığını şərh edib. Həyat yoldaşını itirən şəxsin onun pensiyasını almaq hüququ var, lakin bu hüquq müəyyən şərtlər çərçivəsində tətbiq olunur. Belə ki, cütlük rəsmi nikahda olubsa və hər iki tərəf pensiya yaşına çatmışdırsa, bu zaman ər və ya arvad öz həyat yoldaşının pensiyasını ailə başçısını itirməyə görə pensiya formasında ala bilər. Əgər bu hadisə baş verməzdən əvvəl qadın və ya kişi ayrılıbsa, bu zaman xanım həmin pensiyadan heç nə düşmür. Yox, əgər hər iki şəxs evlidirsə, kişi və qadın pensiya yaşına çatıbsa və kişi dünyasını dəyişibsə, o şəxsin pensiyası qadına verilə bilər.